Mən ana olmağa hazırlaşanda son aylarda, hansı ki xarici görkəmimdən bu bilinirdi, metroya minəndə cavan uşaqlar mənə yol vermirdilər. Bu Z nəsli dediyimiz nəsil. Və mənim verdiyim ilk reaksiya nə idi? Ürəyimdə düşünürdüm ki, görsən bizim axırımız hara gedir? Yəni, necə olacaq? Bu mənim verdiyim ilk reaksiya idi. Amma dərin düşünəndə öz-özümə düşündüm ki, biz konservativ cəmiyyətik. Bizdə belə bir şey var da, ananın, atanın sözündən çıxmırıq. Çünki bu hörmətsizlik və tərbiyəsizlik sayılır. Əmilərin də sözündən çıxmırıq, böyük əminin yoldaşının da sözündən çıxmırıq, xalanın da, böyük xalanın yoldaşı, dayılar, bibilər, böyük bibinin yoldaşı, bəlkə də onun böyük oğlu və s. Bəs bu gənclər kimə etiraz eləsin? Bəs bu gənclər hansı ki onların bədənləri, biyoloji vəziyyətləri elədir ki, bütün hormonlar bir-birinə qarışıb. Onlar təzə-təzə nələri, hansı duyğuları kəşf edirlər. Və bunların indi elə vaxtıdır ki, onlar məcazi mənada partlayırlar. İstəyirlər bu enerjilərini bir şəkildə çıxarsınlar. Dünya tarixində nəyə görə revolyusiyalar gənclərin və yeniyetmələrin arasında yayılmaq, o ideoloji fikirləri daha rahat idi. Çünki onların o emosiyalarını bir ideoloji fikrə kökləyib yönətmək daha asan olur. Bəs bizim cəmiyyətin cavanları, bu insanlar nəyə etiraz eləsinlər, enerjilərini necə çıxarsınlar? Yəni, ikinci verdiyim reaksiya ilə mən empati qurub onları başa düşdüm. Təbii ki, mən də o fikrin dəstəkçisiyəm ki, yəni bu metroya hər kəs pul verib gedirsə, hamının haqqıdır oturmaq. Düzdür, məndən soruşsanız, mən heç vaxt məhdudiyyətli və yaxud yaşlı insana ayaq üstündə qalmasına icazə vermərəm də, özüm ona yer verirəm. Bilmirəm, tərbiyə, inanc, adı da nədirsə onun. Amma, yəni, gənclər həqiqətən də yorulur. Universitet dərsləri, bəlkə də kimsə gedir, ofisant işləyir, onların da oturmaq haqqıdır. Yəni, ikinci verdiyim reaksiya şuurlu reaksiya idi. Birinci verdiyim reaksiya şuur altında olan tənqidi fikirlər, o bizə öyrədilən mental dəyərlərə söykənən reaksiya idi. Bunu ona görə deyirəm ki, hər zaman hadisələrə verdiyiniz birinci reaksiyanı sorğulayın. Ola bilsin ki, o reaksiya şuur altı reaksiyanızdır. Biraz dərin düşünəndə ola bilsin ki, münasibətiniz dəyişsin.